çek dostlar. Mən də beləyəm. Sığalarımı taxmamışam, otaqda taxacam. Dostlar geldi. 522. otaqdayıq. 90 nəfər var ya burada. Neçə otaq demirsən? Sən Emildə bizlə bir yerdə 3. Hə, 3 səfər verdi imtahan verəcək. Amma başqa fərqlər var. Hə, neysə. İçəridə danışacaqdım. Prosta bir qədər adam var. Burada danışıram. Nasıl diyeceğini yazmışsın? Ne diyeceğini? İmtahandır da. Yəni yaxşı. Sən sevirsən 6 imtahanımız var. Bu vlogda 3-ünü görəsiniz. O bizim 6 imtahan. 6 dənə semestr və 6 dənə imtahan var. 6 semestr. Yox, deyən ki 6 fənd var, 6 imtahan var. 6 fəndlər. Semestr deyirsən. Kəsdim oranı. İndi cihaz texnologiyanın əsasları. Heç nə, öyrənmişəmmi şübhəli. Qapılar açılır. Hər zaman. Açılmadı. Salam dostlar, yenə mən gəldim. Say hi for my YouTube channel. Necə yazdın imtahanı? Hər yazırsan. Sən burada ne iş var? Başda çox çəkmədim çünki mən onsuz da imtahana 10 dəqiqə qalmış gəldim. Həm də gələn kimi belə qrup gördüm, tapa dedim ki, yəni biz bunlarla 3 qrup bir də imtahan verəcək. Neyse, deməli inşallah bu imtahan cihaz texnologiyanın əsasları idi, ilk imtahanımız idi. Sonuncu imtahanımız da yanvarın 29-u olacaq. Əslində oxumuşdum, amma biz necədir? Məsələn, 10 sual oxuyursunuz, ucu başınız yorulur. 9-unu oxuyursunuz, deyirsiniz ki, hə, birini oxumayayım da, olsa mənə düşməz. 9-unu bilirəm. Yəni, ehtimal olur ki, hə, bəlkə mənə az düşər də. Bax, iminlə gəldi, o sual düşdü mənə. Oxumadım, sual düşdü mənə. Dedim, əşi düşməz mənə, amma düşdü. İnsan bu qədər bəxtsiz olmaz, amma mən eləyəm. Burada da gün qəşə vurar. İşə düşürəm, hə? Biz makyajım gün belə olur. Belə soft geymişəm, saçımda belə klipbək eləmişəm. Hə, belə. Yəni yazdım, görək necə olacaq. Çox güman ki, siz bu videonu izləyəndə artıq cavablar çıxacaq. Yəni buralarda bir yerə artıq yazmış olacağam. Bu vlogda siz 3 imtahanınızı görəcəksiniz. Çünki 6 imtahan var. Mən bir ay vlogsuz saxlayamaraq. Ona görə qusaq-qusaq paylaşdım. 3 imtahana verəndən sonra vlog atacağım. Sonra da digər 3 imtahana verəndə atacağım vlogu. İmtahanlar arasında çox az vaxt olduğu üçün elə imtahandan çıxan kimi evə gedib oxuyuruq. Yəni gəzmək falan, hər şey bunlara vaxt ayırmırıq. Yəqin ki, aralarda olar da belə o çətin imtahanlarımız çünki başlardadır. Çətin imtahanları verəndən sonra yəqin ki, artıq rahatlaşır bilər. Bizim uşaqlardan birinci mən çıxdım deyəsən. Hələ heç kim çıxmayıb. Onlar da yazsın, qutarsın, soruşarım görüm necə yazdılar. Murad necə yazdın? Neçə gözləyirsən? 35. Zərbəçiliyi gəlir inşallah. Sən bəs İdris? 17 kesin. Kavra dəyişdir. Yox, mən deyil. Məndə yox. Şeydir, bəs zərbəçiliyi gəlir bu il. Bax, belə deyil zərbəsi olacaq ilin sonunda. Hər şey hamısı bir rəqəmdir. Bu da? Saçı tökülmüş uşaq. Sən mühəndislik problem. Orxan necə yazdın? 4 dənə sual tam yazdım. Zərbəçilik gəlir. Yox, 34. Gözləyirsən bal olaraq. Bal olaraq 27-də 27 gözləyirəm. 27-65 arası. Necə yazdın? Neçə gözləyirsən? 17 inşallah. Sənin oyan. Zərbəçiliyi gələcək. Zərbəçi. Zərbəçi, əlaçılıq gəlmir. Belə deyib əlaçılıq. Bu da bayaq deyir ki, yox 17 zad gözləyirəm, görərsən əlaçı olacaq. Yox, əlaçı olmayacam həqiqətən, amma zərbəçi. Ayan, rəngin qatıb. Rəngin qatıb. Mən səhv şey yazardım. Bəli, Ayan nə yazdığını danışır bizə. Mən burada qrafik Bu vardı, mən düşmüşdü. düşmədim. Bu düşmüşdü, yazmışam bir. Əsən oxuduğum suallar yanımda. Eynən, hə. Neçə gözləyirsən? Ona bir dənə şey düşdü. Azizarda. Başı 4 gün düşdü. Sonra Kimə? Ona düşmüşdü. 4 gün. İkinci ulduzun birinci sual düşdü. İkinci ulduzun sual nə idi? Hazarcıq deyəsən. Ayda bir şey olur, bizim bildiyimiz suallar düşür ona bax. Buna baxdım dedim, o izbi, ona ola mənə düşərdi. Ay, çox bəxtsiz. Əhəd neçə gözləyirsən? Demək, hamısı zərbəçiliyi var. İnşallah. Bu termodinam, bundan temperatur yazmışam, beşəndə. Kreş asant da, kaş düşərdi. Bax, bunlar üçün növündə yazmışam. Prosta dresin qarşıq yazmışam. 5 ulduzluğu heç oxumamışdım. 4-də yazmışam. 2-də bilmədiyim düşdü. O dedim, isə 10 saal oxudum, 9-u dedim, Amma yazmışam. 10 saaldan oxudu. 9-u düşər, biri oxumadım, o oxumadım düşdü. Biri də belə oradan buradan yazdım. Wow, Emil də çıxdı. Emil necə yazdın Emil? Yaxşı yazdım amma istədiyim kimi yazmadım axı bu sualı. Neçə gözləyirsən? Zərbəçiliyi gəlir inşallah. 20 bal alsam sevinərəm.
Zavi. Necə yazdın? 5 səhvin 5-ini doldurmuşum. Geçer. Zərbətçilik gəlir. Flashback. Hələ ki bu qədər adam çıxıb, yəni 2 saat keçib. Amma bizlər yox. Emniyet imtahana gəlmir. Siz görmüşsünüz. Yox, o şey Bu sualda səhv yazmışam. Nədə sor? Ayan düz yazmışsan Atoma. Ayan partladacaq. Bu sualı soruşum. Hər like Ayana bir dəstək. Zülfqar necə yazsın Zülfqar? Zülfqar da anlayırız uje nəzarətçi. Sualları. Hə. Boş vərəq axtar. Yazmışdım. Sağ ol, bir o dərəcə. Dəydin yaman. Sonra vərəq dedilər ki, vermir. Məndə 2 suallar opşu vərəqdə oldu. Hə, oxuyan uşaqsan da sən. Suallar kötürmür. Nə olub Emin? Axırıncı suala kürə eləmişəm, düz kürə eləmişəm. Prosto Amma tutsuz durmamışsın. yox, tuzdurmuşam. Bir dənə calibration olsaydı laf qəşəng olardı. Hansıdır? Wow, Enver necə yazdın? Neçə bal gözlsən? Bir 17 olar. Valla bir mən demişdim ya, yox, 3 dənə qrupla imtahan veririk. Otaqda çəkənməyəcəm, yəqin üzü gelir. Amma bu qədər burada duracaq nə var bilmirəm. 2 saat keçdi sonra çıxdı. Ayağın üzgün. Ayağın sən. Ayan şey başı, nələr Ayan şeydir o, dönər tutan it var ha. Əlaçılıq gəlir, əlaçılıq gəlir, əlaçılıq gəlir, Gələcək. əlaçılıq gəlir, Haqqı gəlir. əlaçılıq gəlir. Gəlsələ mən şokolad alım, söz verirəm. Abi de gittik dedi. Şokolad demişken sen hiç almışsın fıskan ha. Mükemmel. 18 almıştın. 5 Kaç almıştın? Orada demiştin ki yüksek alsın, sen şokolad lazım. Evde yoktu ortalıkta. Şeyde, Mitter'in vlogunda dedim ki fiskan pis yazmışam. Dedim yok, yani 100% 20 alasın, yani yüksek alasın. Növbətçi ise 20 almanı görə demiş. Neyse ama şokolad yoktu orada. Neyse bu imtihana kesin alasın. Ayan şeyde, bütün gruplar şokolad almıyor. Görün burada kimlərlə qarşılaşdıq. Gəldik biz maydanoza dönər alma. Burada bir alan bir hədiyyə var. 5 manat 50 qəpik də bir dənəsi. Hə, amma 5.50-yə ikisini alırsınız. Hə, mən ilk dəfə dadına baxacağam. Bura uşaqlar hamı çox tərəfləyir. Görək də. Bu arada mol boşdur. Təbii ki də səhər olduğu üçün. Saat 11-dir və biz abed eləyirik. Özü dönərlə. Siz məni elədiniz. İnşallah dadı yaxşı olar. Hər dönəri yemirəm də mən ona görə. Dönər deyil, dürüm də bu qəşəngdir. Gəldi bizim yeməyimiz. Belə iyisini hiss edirəm ki, dəhşət ədviyyatlıdır. İlk dəfə dadına baxacağam, sizə də bildirəcəm. Bu da Emininkidir. Uşaqlar da burada oturub yeyirlər. İndi soframızı gözləyirik, gəlsin, başlayacaq. Bəyəndin Emin? Olsa siz bəyənmişdiniz hə? Doydunuz? Xala çox uzun idi, yedirəm. Hələ qalıb da məndə, yəni birini yedim, biri qalıb. Biber yemişəm, qarnım var. Hə, çox yəni doyuzucudur. Bir dənə istəyəcəyim. Hə, dadı da yaxşıdır. Yəni baharat falan hamısı öz yerindədir. Sosu da qəşəngdir, amma ketçup sosu da olsa əlavə içində çox daha dadlı olar. Belə. Yəni bunu 2 nəfərə yeyə bilərsiniz. 5 manat 50 qəpik ödədik. 2 nəfər üçün ödəyib yeyə bilərsiniz. Çünki uzun olduğu üçün doyuzucudur. Hə, yaxşı, ye. Bir də şey çıxdı mənə bayaqları, kontent çıxdı. Deməli belə geymişəm axı sadə soft geymişəm. Bir də dürüm yeyirəm, dönər. Tamamdır clean girl. Tamamdır old money kızı. Arkaya o sesi koyacağım. Tamamdır, Kendall canım. Tamamdır Kendall canım. Belə. İndi dostlar biz dağılışırıq. O birisi imtihanda görüşərik. Bayaq tələbə kartım evdə qalır biraz. Bu arada müəllim otaqdadır uşaqlar. Belə. Saxladım. Belə. Müəllim buradadır. Bəli dostlar, biz imtahandan çıxdıq. Otaqda mənlə İdrisdir. İdris orada oyun oynayır. Deməli, balaca oldu. Deməli uşaqlar, bu imtahanımız Azərbaycan dilindən idi. Mən 36 bal aldım 50-dən. Neçə eləyir? Mən 33 lazım idi da B olması üçün. 48 ilə gedirdim. 84 oldu. Neyse 84-dən B aldım, yaxşıdır.
A ala bilərdim, amma oxumadım həqiqətən. O qədər belə çətin sözlər var idi ki, həvəsim öldü də. İngilis dilini oxumaq Azərbaycan dilinin daha rahatdır. Ona görə çox da problem eləmədim, çünki zərbəçilik olsun istəyirəm. Zərbəçilik olması üçün də bir dənə A olmalıdır. O A-nı da mən bilirəm ki, riyaziyyatdan 100% alacam da, inşallah, amin. Almayanda gələn peşmançılıq irad olsun. Alacam. Hə, bu arada keçən həftə verdiyimiz imtahanda da B aldım, yox, C aldım. Yox, dəqiq. Hə, bundan əvvəlki imtahanda da C aldım mən. İdi, sən necə aldın? Sən də C aldın. Qrupun yarısı keçdi deyəsən. Qrupun yarısı keçdi deyəsən. Mən 23 ilə aldım. Mənim çünki giriş balım yüksək idi. Amma dediyim kimi ondan da A ala bilərdim. Prosta çox pis oldu da. Yəni gəl bu qədər oxu. Üstündə bəlkə də çox durduğum bir fən var idisə, o da oydu. Ondakı pis suallar düşdü mənə. Belə mürəkkəb sözlərin yazılışı düşmüş değil mi? Mürəkkəb sözlərin yazılışı. Asan deyə prosta ki, ibtidai zaten yadımda qalan. Mən bax şeyə baxdım da, 3 ulduzunun əslində oxumadım. 3 ulduzu bilirsiniz, ancaq amonim, sinonim, antonim zad düşdü. Mən dedim ki, bu mənə düşsə mən yazaram da, mən bunu oxumayım. Prosta üstündən keçdim. Gəldi mürəkkəb sözlər düşdü, yazamadım. Azdan çoxdan yazdım, bal verdi. Sağ olsun, müəlliməni buradan öpürəm. Müəllimə siz ürəksiz, qəşəng ballar yazdı bizə. Siz bundansınız. Hə, belə. İndi uşaqlar çıxsın imtahandan, görək onlar necə yazıb. Neçə aldın? Bilmirəm, ondan aşağı almıyorum. Kəsirdin? Ayam boş, niyə çox kəsilir? İlk kəsirdin? 11-ci. Oho, 11-ci. Heç nə, xeyirli olsun. Olsun. Kəsir olan mənəm. Damed. Damədən sonra. Damed vapşı yoxdur uşaqlar, mən Damedi tanıyırsayıq. Ayam ingiliscə filan oxumaq, o qədər məlumat. Ay yox, ümumiyyətcə, 11 kəsirdən də, nə 11 kəsirdən? Cıddan nağlı, ayına mişa. Uşaqlar bir dənə qəşəng vlog edir. Bir dənə qəşəng video çəkdim TikToka, gedin onu like edin tez olun. TikTokumu qoyuram bura. Instagramı da qoyun bura, Instagramdan da abunə olun mənə. Orxan neçə aldın? 34 aldıq. Necə yazmışdın? Keçdin Zülfüqar. 39 bax. Qəşəng. Gecə gündüz oxuyur, Biz gecə də. şey. Qardaşım neylədi? Bədəlini ödəyirik, nəyinsə. Zəhmətimizin qarşılığını alırıq. Sən də kəsrim oldun Zülfüqar. Sənin birinci kursda 5 dənə. Yox, 5 istəyirəm. 15 dənə. Ay, öldürdün. 8. 11 dənə. Bir dənə video çəkmişik. Bu gün xına yaxdıdır, balama xına yaxdıdır. Axşam TikTokdadır. Ən çox mənə yapmışdı. Biz hazırlaşırıq, çalışırıq zəhmətimizin Bəli, qaldı 4 Sən dənə. nə qədər? 36. Mən oxumadım. Qaqa necə olur ki, siz 36-yı? 39. 2 gün oxudum. Amma həqiqətən oxumadım deyəndə inanmıram, amma oxumadım. Varında 8 Görsən? Dostlar, öpürəm. Sağ olun. Necə yazdın Mirəhmət? Keçdin imtahanı? Neçə balla? İndi də Teymurdur sırada. Bu da bizim. Uşaqlar başımız söhbətə qarışdığı üçün hamı çıxıb getdi. Biz bilmədik kim neçə alıb. Orada ödüm qalıb məsələn. Hə, Ayan alıb. A alanlar var yəni. O da bilir alacaq. Amma belə kəsən yoxdur. Emindən başqa. İnsan daha da olmaz. Yüksək olanlar kəsilmir. İndi çox az uşaq qalıb. İndi onlar da çıxsın, soruşdum görüm neçə aldılar. Necə keçib imtahan. Neçə aldın Zavid? 41 aldım. Necə deyəndə heç nə oxumamışam deməsin ki. 41 aldın. 41 bala. Valla Zavid mənə deyirdi ki, mən kimi yersən? Mən Zaviddən kimi istəyirəm. Mən onda ki belə. Zavid mənə daha çox yazdı. Azərbaycan dilində çətin oxuyamışam. Sən neçə aldın ki? 36. Gedim yapayım. Git. Sen neyse ne geliyor? 45. Neçə aldın? O qaşa etdim. Aa var səndə. Sizcə Musa 50-də 50 alacaq. 100. Murat, necə yazdın? Ürəyim muhatladı. Allah Allah. Bu da bizdən azaldı. Murat neçə almışdın bundan əvvəlkinə? İmtahanın giriş neçə idi? Soruşma. Amma 23-dən keçdin. Allah təbriklər. Uşaqlar, şifahi yazılı olduğu üçün müəllim çox yoxlayırdıq. Yəni 1-2 saat 12-yə qədər çəkər. Biz də qalmırıq da gedirik. Yəni yaxşı oldu bu imtahanda. Gəlin imtahanda görüşək. İmtahanlardan vaxt tapan kimi gəldim salona uşaqlar. Şöyə saçıma baxım elədik. Şöyə saçıma baxım elədik. Bu patka elədik qəşəyə. Biraz yana ayırdım. Dedim biraz fərqli olsun. Belə yaraşdısa rəylərdə yazmağı unutmayın. Yüksələnimə baxırıq uşaqlar. Görək nə çıxacaq.
Hə, Dolçay Dolçay. Dolçayım. Xərfimizə də baxır. Hə. Bu var verdiğiniz zaman. O şeydi. Siz de kimin olsun? Ben de Hə, Allah'ım. Hə, oha. Şokdayım. Kimin? Ben de kimin aldım? Ama daha böyle görseniz. Belki biraz saqqalar falan güzel oldu. Oy, əlim düşdü səfər. Neyse. Tə bununla girəmək. İşimə gücümə baxın da uşaqlar. Uşaqlar 4-cü mərtəbəyə qalxana görə bitər oluram da. Təni nəfəs qaldım. Salam dostlar. Gəldik otağa uşaqlar 438-ci otaqdayıq. Fizikadan imtahanımız var bugün. Heç də oxumamışam. İnşallah keçərəm. Bu dəfə həqiqətən zərbəsizlikdir bir qırağa. Yəni 17-ni keçməyi düşünürəm də. Bir dənə kəsməyimsəm. Makyajım necə olub? Saçım necə olub bəs? Geç olmuşam bugün. Gəlin soruşa görə uşaqlar imtahana hazırdır ya yox. Hamısı deyəcək yox, amma hamısı hazırdır. Hazırsınız imtahana? Elə bizim oyun oynayırsan. Hazırsan? Dəqiq. Oxumusunuz? Şimdi zarafat edirsən, hə? Emin hazırsan? Hazırsan, Kamran? Həqiqə oxumusan? Bu nə da? Sual, hə? Oxumusan, Ləman? Nigar, necəsən? Nigar? Nə bilim, əslində yaxşı fikirdir. Yəni, çətindirsə 2 dənə 3 dənə sual oxuyursunuz, keçmək üçün. Gəlin, əsas camiadan soruşaq imtihana hazırlaşmaya. Yetərsən? Şükür sağ ol. Oxumusan? Hazırsan? Zərbəçilik gələcək? Yox. Salam. Oxumusan? Mən yaxayım. Dedi və keçdi. Yox, hələ keçirəm. Musa burada baş qəhrəman. Musa mənə dedi ki, elə çətindir, belə çətindir. Gəzən fizika, gəzən konspekt, kitab, gəzən kitab. Konspekt. Ayan hazırsan, Ayan? Hazırsan? Qəşəng, qəşəng. Bax, belə olmaq lazımdır. 4 sual, yaxşıdır da, pis deyil. Birində yazılır. Hə, çək elə. Çək elə. Mən, Musa mənə dedi ki, 1 biraz asandı, 2 sonra 5. Mən də mənə o qədər çətinlik ki, ürəyim üzüldü. Getdim 5-i, başladım 5-dən başladım. Biraz 5 oxudum, amma əzbər bilməyəcək. Prosta oxudum. 3-dən 4-ü heç oxumamışam. Güya şablon çıxardacaqdım, o da alınmadı. Çünki o boyda düstur, həvəsinə aid düstur, qrafik. Görək də inşallah nətər olur. Birinci sualda belə elə belə bilməm, 2 də biraz. Yəni, həqiqətən bu dəfə zərbəçilik bir qırağa 17-ni keçməyə başlayacaq. 17-dən plus inşallah. Sən? Yaxşı. Hələ ki bu qədər uşaqlar gəlir, bu qədər uşaq gəlib hələ ki. İndi mən kameramı aldıram çünki imtihana hazırlaşmalıyam mən də. Çünki bir sualda bir sual yəni, gedim əzbərliyim, yaxşı olar. Bu arada bilməm, bilirsiz ya yox, mən tələbə kartımı itirmişəm. Hazırsan Orxan? Çox şeydən götürürəm mən. Necə, yəni... Yaxşı bir həyəcan. Yaxşı bir həyəcandır. Oxumusan? Neçə sual oxumusan? Ancaq 3 ulduz. Bir dənə sual. Hə, 1-2-3, hə, o da yaxşı bir taktikadır. Yətərsən Zülqar, nə var, nə yox? İşlər, güclər, dəstər. Alt qrupa qalmaq adamlar. Ayrı olsun, ayrı demə. Oxuyan uşaq oldunuz, belə də uşaqlar, görürsünüz. Səhifə A4. Mən bir dənə şey demək istəyirəm. Oha. Dağınıq var. Ya belə dur, burada işıq daha yaxşı var. Qar həmişə dağına görə yağır. Deməli dostlar, çıxdıq biz imtahandan. Yəni birinci mən çıxdım, sonra da Məhəmməd Əli çıxdı. Məhəmməd Əlini çəkilmək istəmir. Bilirsiniz nə oldu uşaqlar? Mən otaqdan çıxan kimi qalstuklu, kostyumlu adamlar girdi bizim otağa. Bizə bir bax ki, oyda kimsə tutuldu da indi. Yəni o ürək ağrısı mən hiss edirdim də uşaqlarda. Sonra işə dedilər ki, yox, deyəsən səhv otaqdır. Üzbəzində bir dənə otaq var. O otaqdan bir dənə uşaq çıxartdılar. Mən də danışıram, o bir otaqda şey gedir. İmtahan gedir. Mən də danışıram, o bir otaqda imtahan gedir. Ay da, söyüldüm 100%. Danışdıyım da, indi izləyənlər idisə məni buradan düz istəyirəm, mani oldumsa. 5 sualın 5-i də bildiyim suallar idi əslində. Əslində bildiyim nə mənada? Yəni,
hər ulduzun birinci sualı düşmüşdü. Mən də birinci, ikinci, beşinci ulduzu oxumuşdum ancaq. Amma təkrarlasaydım, sadəcə oxumuşdum da, yəni əzbərləməmişdim. Əgər təkrarlasaydım, mən 30 balım hazır var idi. 4-dən 5-i də heç oxumadım. Yox, daha 3-dən 4-ü. 3-dən 4-ü oxumadım. 3-dən 4-ü oxumadım, amma oxusaydım da, yəni yenə çox da yazanmazdım yəni. Nəysə, yaxşıdır. Necə yazmısan Zülfikar? Öz yazdığıma görə düz yazmışam. Neçə sual yazdın bəs? Neçə gözləyirsən? İnşallah 17 plus. Şey varsa, sensurit, sansurit nə qoyarsan. Ceyhun müəllim 17 yazsa keçər. Hə, yaş. İkisini tam yazdım, üçüncünü də belə arva yazmışıq. İnşallah müəllim. Neçələrisi yazdın? 17 keçir. Belə deyir keçəcək. Nə olar dedi, nə olar dedi. Nə olar dedi, Ləman C alsın. Sən deyəndə bir nəsə olur. Belə elə 700 etmişik. Mən desəm tərsi var. Girdim baxım. Həmin oynayacaq deyil. Biz səhər 7-yə kimi görüntülü dizən gəlmişik, bir-birimizdən danışıb eləmişik. Qəşəng çəkdik inşallah. Abituriyent vaxtı bu qədər 17 saat dərs oxusaydım. Allah haqqı, abituriyent vaxtı bu qədər oxusaydım. Mən 17 saat dərs oxusaydım, mən artıq 5-dən yuxarı qalırdım. Prosta ki, burada indi rəqabət var da belə. Hə. Hər şey oxuyuruq. Düzdür. Həm də istəyirəm. Prosta adam səndən şey eləyir. Bu qədər şey gəl bal. Zərbəçilik etmək olacaq. Həqiqi gedir. Gördük ki, bir balına zərbəçilik. Bir balına gedib gəlmişik. Kimdə? Cihazlar. Aa, gedib ucu səndə. Hə, sən işlə, sən getdin. Qoyal uşaq. Davaya getdik. Hə, iraq olsun. Neyse dostlar, ben de gedirəm, artıq getməliyəm. İnşallah ki, uşaqların hamısı yaxşı yazar. Onsuz da mən həmişə videoda tekst olaraq qoyuram da, yaxşı keçdi, kəsən oldu, olmadı. İnşallah yaxşı olar, dua edinlər, dua edinlər. Dostlar, videonu bağlamaq yaddan çıxır, sağollaşırıq çünki 3 imtahanın 3-ünü də, yəni 3 dənə imtahanımız qalıb, onu da digər videoda görəsiniz, digər vlogda görəcəksiniz. Ona görə burada artıq videonu sonlandırıram. Videoya abunə olmaq görürsünüz, daha bilmirəm. Videoya like atmayı unutmayın, kanalıma da abunə olsanız sevinərəm. Görüşək.